Biz ne Amerikanın menfaatlerinin, marağının peşindeyiz, ne İsrail'in. Azərbaycan maraqları bizə mühümdür. Və bu savaş əsasında Azərbaycan maraqlarına hiçbir xidmət eləmədi, tərsinə zərər verdi. When Iran is finally free, and that moment will come a lot sooner than people think, everything will be different. Our two ancient peoples, the Jewish people and the Persian people, will finally be at peace. Biri de gel. Allah lanet eləsin sizə. Deyəli, məsələn, bizim Azərbaycanın traktor sazısını vurdu. Orada müşəf mi düzəldirdilər? Yox. Ya maşın sazısını vurdular. Orada təyyarə mi düzəldirdilər? Yox. Veya məsuni yerləri vurdular. Biz bunlara qarşıyıq. Xalqımın başına hər kimsə bomba tökürsə, hər adla tökürsə, İsrail'e amu Netanyahu, amu Trump bezən deyənlər, onlar hesab ayrı. Biz, mənim xalqımın başına bomba tökər, mənim dostum deyil. Mən ona əməkdaşlıq eləmərəm. Əgər qutarırsa, onda bizim tərimizə, bizim təklifimizə uyğun plan tökülməlidir. Yox, gəlib də mənim şəhərlərimi bombardıman eləyəcək. Bilirsiniz, Cürfəyə qədər bombardıman elədilər. Talib gölündə girib bir dənə orada roğan sazı var, girib onu vurubdu. Bilmem Cürfədə nəyisə vurubdu, Silcikdə nəyisə vurubdu. Xoyda, Urmiyada, Marağada, Təbrizdə, Mərənddə bunlar köprünü vurmaq, demək, Azərbaycanın məskun yerlərini vurmaq, mənim xalqımın başına bomba töküb, mən də durmadan alqış mı çalacağım, mən ondan istifadə edəcəm. Belə bir söhbət, yəni bir siyasi, ideolojik xalqı üçün mübarizə edən qrupun planında ola bilməz. İndi bəziləri ki, demək, gözün tikib məsələn, İsrail, Amerika gətirsin, ona hakimiyyət yetirsin, onlar bunu dəstəkləyə bilərlər. Amma bizim deyil. Ona görə də biz bəri başından bunu qarşı çıxdıq və indi də sabit oldu ki, doğruyduk. Daha, yani gün geçtikçe daha sabit olur. Bunlar böyle Amerika ve İsrail yetkililerinin yüzüne de demişik. Siz yanlış söylüyorsunuz, size yanlış bilgiler verin. Siz Azerbaycan'ı geçilebilmezsiniz. Herhangi bir kuvvet, herkelemez. Azerbaycan'ı geçileyerek veya halkları geçileyerek orada bir iş isteyecek diyorsun. Biz bütün gücümüzle onu Hunsayla meydatta çalışacağız. Biz burada değiliz ki çaladan çıkıp guya düşeyim. اینو بگم که خیابان‌هایی به نام کوروش بزرگ انقدر در اسرائیل زیاد هستن که در ایران نیست. İsraili pan-İranistin İran şehrinin içinden aktaracaqsınız. دختر جوان اسرائیلی که سرباز موسی هستش، سربازان موسی هستن. ببینید تتوی فارسی داره. عزیزی جونم. When Iran is finally free, and that moment will come a lot sooner than people think, everything will be different. Our two ancient peoples, the Jewish people and the Persian people, will finally be at peace. Biri de gel. Allah lanet eləsin sizə. Bağrına bas məni, dədləşək biraz. Ürəyi dərd ilə dolu Təbrizim. Sultani Qarban dosti, dosti, Yarmazı hayır, Allah şikasti, Beymani yari, Allah dosti. Siz gəlmir, heç olmasa danışın. Deyin ki, isindiz əlovlarında, mərmi qorxusundan, can qorxusundan, seyr edib susmuşdunuz xainlər kimi. Dediz bəs əbədi yaşayacaqsınız, yaşadınız bir ömür cahillər kimi.